Və qardaş soruşur ki, yəni şirk əhlinin kəsdiyi niyə görə halal deyil və kitab əhlinin kəsdiyi halaldır və hansı ki, onlar da şirk edirlər. Şirk əhli qardaş, əslən şirk əhlidir. Əslən müşrikdir onlar, əslən. Kitab əhli isə onlara kitab nazil olub, peyğəmbərlər gəlib olaraq və sadəcə onlar təhrif edib kitabları və küfr ediblər, peyğəmbərləri təkzib ediblər və küfr ediblər və küfrə düşüblər. Aydınlı küfrə düşüblər. Və həmçinin də yəni kitab əhlinin kəsdikləri kitab sünnə ilə bizə halal edilib. Allah Subhanahu taala bizə icazə verib, yəni kitab əhlinin kəsdiyini yemək. Və onların etdiyi o etiqadlar da küfürdür. Yəni Allahın oğlu deməsi, İsa'ya Allahın oğlu deməsi və s. bunlar küfürdür. Yəni ona görə də hər bir halda yəni kitab əhlinin kəsdiyinin yeyilməsi bizə Allah Subhanahu taala onu icazə verib. Kitab əhlinin kəsdiyini yemək. Məsələn, xristianların və də yahudilərin kitab verilənlər. Onların kəsdiyini yemək Allah Subhanahu taala bizə rüxsət verib, Allah Subhanahu taala bizə icazə verib. Lakin müşriklərin kəsdiyini Allah Subhanahu taala bizə icazə vermir. O kəsdilər ki, məsələn, bütə ibadət edirlər, bütə qəbirlərə, məsələn, oda ibadət istahiş edirlər və s. inəyə ibadət edirlər və s. yəni məcusilər. Və onların kəsdiyini isə Allah Subhanahu taala bizə icazə vermir. Həmçinin müşriklərlə evlənməyi Allah Subhanahu taala qadağan edib. Müşriklərlə evlənmək, məcusilərlə evlənmək, bütpərəstlərlə evlənməyi Allah Subhanahu taala bizə qadağan edib. O kəs ki, əslən müşrikdir, yəni əslən. Və lakin kitab əhlinə evlənmək isə icazə verib, məsələn, xristian və yaxud yahudi ilə evlənmək icazə verib. Ona görə bu, yəni ağılla götürülmür. Bunlar hamısı kitab sünnətlə ispat olan şeylərdir, dəlillərdir. Allah bir daha doğrusun.